Öz hakkında danışarıq. Bu öz kimdir, necə ola bilərsiz? Qəribə bir abu-hava var sosial mediada. Bir mövzu dəyər görən kimi olur trend və başlayırlar bu haqda trendmiş kimi danışmağa və indi mən görürəm ki, çoxlu öz haqqında söhbətlər var. Ona görə bu YouTube videosu artıq çəkilməlidir. Yenə bir nahar fasiləsində öz aramızda seriyası olaraq görüşürük. Belə bir ağır mövzunu nəyə görə öz aramızdaya saldım, bunu öncə sizlə bölüşüm. Mən istəyirəm ki, bu haqda biz danışaq və eyni zamanda mən istəyirəm ki, bu haqda danışarkən mən məsuliyyət hiss eləməyim. Necə? Bir öz aramızda videosu çəkərkən mən sizə daha səmimi izahlar verə bilirəm. Amma bu bir treyninq tərzi video olsa, artıq mən fərqli izahlar verəcəm. Bəzi şeylər etik deyil, filan sözü demək olmaz, amma öz aramızda da hər şey demək olar. Ona görə bugün öz məsələsini ən rahat formada anlayacağıq. Mənim yeməyim hələ gəlməyib, ona görə belə danışıram. Birazdan danışmağa başlayacağam. Adətdəndir, alışdıq. Deməli, ən birinci başlayaq ki, bu özü necə tapmaq olar? Ən birinci biz bilməliyik ki, nə qədər bizə desələr ki, öz deyə bir şey var və onu axtarmaq lazımdır, tapmaq lazımdır. Onun üçün xərcləmək lazımdır, daha dəyərli olmaq lazımdır. Bu dəyərlilik üçün ən qəşəng prosedurları elətdirmək lazımdır. Özünə yaxşısını etmək lazımdır. Öz olmaq kapitalist sistemə xidmət eləmir. Sən hər nə qədər qəbul eləsən bunu erkəndən ki, mən qəbul edirəm ki, öz olmaq, mən özüm olmağı seçəndə sistemdəki hər kəs məni dəstəkləməyəcək, qurğum dəstəkləməyəcək. Mən artıq saxta şeylərlə təsdiq ola bilməyəcəm. Bax, onda məsələ tamamlanacaq. Məsələn, sənə nümunə verim. Mən sevirəm takı taxmağı və mən hər zaman istifadə edirəm qızıl. Bu mənim uşaqlığımdan belədir. Bədənimin qızıl dışı bir şeyə xüsusi bir reaksiyası varmı? Yox. Yəni deyim ki, ay bujeriya taxanda səpirəm filan. Çox redki hallarda reaksiya verər, əgər tərləsəm və s. bəlkə. Amma ümumi olaraq baxanda mən özümü bunda rahat hiss eləyirəm. Amma bu o demək deyil, mən gümüş taxmaram, nə bilim qızıl suyuna batmış gümüş taxmaram, bujeriya taxmaram. Mən bunu eləyirəm ki, təsdiq olum. Mənim qızıl sevgimi artıq hamınız bilirsiniz. Ona görə bunu sizə misal çəkmək mənim üçün rahatdır. İndi daha dərinə enirik. Əgər mən bunu tamamən özüm istədiyim üçün eləyirəmsə, əla. Amma bunun içində qonşum görsün, sosial mediada paylaşan da görsünlər, bla 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 varsa, bu artıq özün dışındadır. Onay ehtiyacıdır, egodandır. Gəlin söhbətə daha mikrofonu saçıma taxdım. Yaxşıdır yəqin ki. Belə səbrim çatmayacaq. Gəlin belə başlayaq. Öz burada və ego. Ego deyir mən. Öz isə gerçək sütundur. Biz nə qədər özdən qopsaq, o qədər egoya yaxınlaşırıq. Nə qədər egonun işləməyi bilsək, egosuz olsaq deyə bir şey yoxdur. Biz insanıq, bizə bu lazımdır. Amma müəyyən səviyyədə. Əgər mənim ego və təkəbbür videomu izləməmişsə, mütləq gedib izləyin. Burada onu artıq görürsünüz yəqin ki. Gedirsiniz o videoya bir də baxırsınız. Orada mən çox detallı şəkildə izah eləmişəm. İndi isə biz nəyə baxacağıq? Əgər etdiyin hərəkətlər başqa birinin təsdiqini, onayını almaq və ya nifrətini qazanmamaq üçündürsə, bu öz deyil. Bu egodur. Həyatında nə qədər tətmin hissi varsa, yüksək tətmin, o halda sən özdəsən. Nə qədər dışarıdan tətmin varsa, onay, alqış, okey və bunun üçün də davam edirsənsə, nə baş verir? Siz başlayırsınız onaylanmamağa öz olanda və bir şeyi sadəcə sizə lazımdır deyə istifadə eləməyə. Məsələn, mən qızıl taxıram çünki bu mənə lazımdır. Bir dəqiqə bunun buzunu çıxardım, gəlim. Heç bir buzlu içəcəyi adabıyla buzlu içmirəm. Hamısının buzu çıxmalıdır. İndi isə keçək başqa bir məsələyə. Və ümumilikdə siz tutacaqsınız söhbəti, narahat olmayın videoya. Məsələn, bu mikrofonun çantasının üstünə yazılır DJI. Bunun stolun üstündə belə, yoxsa belə durmağının, buradan keçən bir adamın bu DJI görüb görməməyi mənim üçün heç bir mənada ifadə eləmir. Amma bunun spesifik səs ötürmə şeyi, reklam faizi alacağım markada. Çox yaxşıdır. Düzü qiyməti yüksəkdir. 1000 manata yaxın qiyməti var. Fəqət səsi çox effektiv ötürür. Burada hal-hazırda çox səs var, amma siz rahatlıqla məni eşidə bilirsiniz və mən hər yerdə bundan çəkə bildiyim üçün bu mənə xidmət edir və mən bundan razıyam. Təşəkkürlər. İndi
Keçək növbəti məsələyə. Bu mənim çantamdır. Bunun içində hər şey var. İndi bu o vaxt videolar vardı YouTube'da. Çantamda nə var? İndi ona dönəcək. Burada çoxlu veş-viş var və bu çanta çox ağırdır hazırda. Bu çanta mənə xidmət eləyir. Bu özdür. Amma mən əgər bunun markasını, üstünə yazılan adını Calvin Klein. Fantastik bir fiyatı yoxdur, amma ortalamanın üzərindədir. Bunu göstərmə ehtiyacı duysam, onda bu nə olacaq? Ego. Nümunə verəcəm. Əlimdəki paltar çox sadə bir markadır, heç adını xatırlamıram. Bacım bəyənmişdi və dedim ki, onun çox gözəl zövqü var. Mən aldım, bu dəstdir. Şalvar da var belə. Çox uyğun qiymətə almışam. Çox bəyənirəm, çox rahatdır. Hava istidir. Mən həm sərin, həm isti rahat hiss edə bilirəm. Yumuşaqdır. Kətan kimi qırış-qırış deyil. Mən razıyam. Mənə xidmət edir. Bitdi. Acam mən. Keçək növbəti əsas məsələyə. Biz necə bilə bilərik ki, bu mənim istəyimdir, yoxsa mən ego eləyirəm, yoxsa mən bunu təsdiq üçün istəyirəm. Baxın, görün, o olmasa siz nə itirəcəksiniz? Sizin üçün nə qədər anlamlıdır? Məsələn, sosial mediada bir çox hallarda siz mənim və mənim üslubumda danışan insanları sevmirsiniz. Öləm acından. Niyə? Çünki siz deyəndə indi sizi demirəm. O pislər. Çünki insanlar istəyirlər ki, onlara bir vəd verilsin. Sənin həyatın belə dəyişəcək, sən milyoner olacaqsan, hər şey bomba olacaq, mən sıfırdan eləmişəm, gəl sən də eləyəsən. Və insanlar bunu görməyəndə narahat olurlar və uzaq dururlar. İnsanlara öz maraqlı deyil. Öz olsan çox da diqqət çəkməyəcəksən. Əgər sənin diqqət çəkmək dərdin varsa, əgər hələ də sən təsdiq axtarırsansa, bax, bunlar normaldır, mən demirəm, bunlar pis şeydir, amma varsa, hələ də özdən uzaqlıqdır. Bizə bir kurs var, özlə hizalanma, onun içində var uşaqlığı işləmək, orada var yetkinlik mövzuları, orada var maliyyə mövzuları, orada var qorxular mövzuları. Bəzən mənə deyirlər ki, nə əlaqə öz? Deyirəm, əgər bunlar varsa, sən özdən o qədər qorxuqsan. Məsələn, özü ilə hizada olan bir adam niyə qorxsun ki, onsuz da bu bunun qədəridir də. Qorxub neynəyəcək? Qorxmaq egodandır. Qorxularınızın alt mətninə baxın. Siz ya tək qalmaqdan qorxursunuz, bəzən deyirlər qorxu ölümdür. Ölüm qorxusuna qədər gəlib çatmayan o qədər adam tanıyıram ki. Ya siz qorxursunuz tək qalmaqdan, ya qorxursunuz biabır olmaqdan. Mən deyir falan postu paylaşmaq istəmirəm. Deyirəm, niyə axı bu sənin içindən gəlir, birdən biabır olaram. Al sənə ego qorxusu. Və təsəvvür eləyin, öz olan insanlara necə qıcıq olur adamlar. Məsələn, hal-hazırda mən yemək fasiləm çox uzun deyil. Birazdan mənim çox önəmli bir görüşüm var və vacib bir görüşdən çıxmışam. Mən bu videonu başqa vaxt yadıma düşməyi, çəkməyi heç xatırlamayacağam böyük ehtimalla, vaxtım olmayacaq. İndi zamanım var. Bu mənim tərəfimdən baxanda sizlə bir yerdə söhbət eləməkdir. Amma kimsə üçün bu ego ikrah hissi yarada bilər ki, ona bax, çəkdiyi videoya ya da yemək danışır elə bil ki, futblogerdir. Zen. Bu fikir mənim üçün nə qədər maraqlıdır. Amma mənim üçün çox maraqlıdır bir fikir. Sən burada nə qədər şey başa düşdün və bu sənin həyatına nə qədər toxundu. Çünki mənim amacım, öz amacım sənə toxunmaqdır. İndi isə keçirik amaç mövzusuna. Bir də bunu yeyim. İndi isə salatımın eşliyində davam edirik. Adətən deyirlər ki, birinci salatı, sonra yemək yemək. O da mənim ən qarışdırdığım şeylərdən biridir. Həmişə birinci yemək yeyib, sonra salatı yeyirəm. Adətən də məni siz bol yeyən yerdə görürsünüz. Çünki ən sevdiyim şey də odur. Yaxşı. Danışıq amaçdan. Hansı ki, məqsəd. Ən birinci mən sizə tövsiyə edirəm ali məqsədlər videosuna baxmağı. Burada siz bu videonu görürsünüz yəqin ki, artıq. Bu videoya daxil olub izləyin. Və siz görün, əslində ali məqsəd nədir, necə olur və s. İndi isə keçək özdə biz necə tuta bilirik məqsədi. Özdə, özün olanda məqsədin netdir və bu məqsəddən başqa yoldakı fıldır-fıldır işıqlar sənin fikrini yayındırmır. Məsələn, indi yanmasında insanlar var və onlar bəzən mənə belə baxa bilirlər. Mənə halada sənin mənə necə baxdığın maraqlıdır. Amma mən qopanda, artıq düşəndə ki, ona da təsdiq edeyim özümü, oldu xaos. Çünki mən indi özümü ona da təsdiq eləmək istəsəm, yüksək ehtimalla bu kameranı söndürməliyəm. Ona görə yox ki, pis bir şey eləyirəm. Ona görə ki, mən özüm qəbul eləmirəm bu hədəfimi. İndi isə həyatına bax. İstədiyin şeyi sən istəyirsən deyə eləmək olarmı? Yoxsa sənin istəyin başlı başına yetərsizdirmi? Bəzi adamlar var, onlar bunu etiraf edirlər. Ki, mənim istəyim başlı başına yetərsizdir. Mənim istəyim üçün təsdiq olmalıdır müdürdən, atamdan,
Anamla, nə bilim, sevgilimlə kimsə məni təsdiqləməlidir ki, abala get bunu elə. Özdə isə sizin belə bir ehtiyacınız yoxdur. Çünki sizin içiniz deyir ki, sən bunu eləməlisən. Və özdən qopduğun hər an üçün zaten həyatında bədəl ödəyirsən. Sənə lazımdır qışda marojna. Gəl keçək prosesin daha qarışıq tərəfinə. Təsəvvür elə ki, sən hər keçən gün istəmədiyin şeylə məşğul olaraq özündən biraz daha qopursan və elə bil ki, burada durmalısan və buradan belə-belə gedirsən, lük getdin. Ağır əvvəl özünə qayıtmaq üçün buradan nə qədər uzaqdasansa o qədər bəlkə şapalaq dəyər sistemdən səni və qayıdırsan yerə. Özün seç. Məsələn, ego səni qorxularla idarə edir. Kasıb qalmaq qorxusu ya da səni təmin və elə ego ilə idarə edir. Milyardlar sənə göstərir bahalı markalar və sən içində o qədər boşsan ki, ehtiyacın var bunu taxmağa ki, sən olasan onu taxan adam. Yəni özün ayrılıqda boşsan, bunu taxmağına ehtiyacın var ki, bunu taxan adamlar kütləsinə daxil olasan. Amma özdə belə həvəsləndirən şeylər yoxdur. Öz deyir ki, dümdüz özün olmaq. Amma içəridə çox yüksək tətmin var. Sadəcə bu tətmini mən sizə sözlə ifadə edə bilmərəm. Ki, mən sizə bunu izah edeyim, siz də buna həvəslənəsiniz. Bu bir yoldur, sən əgər özün olmaq istəyirsənsə olacaqsan. Seçəcəksən, əngəlləri yavaş-yavaş qaldıracaqsan, mən bu yolda sənə həmişə dəstəyə hazıram. Özlə hizalanma kursunu məhz buna görə yığmışam, hamısı bir yerdədir. Sən detallı işləyib orada bitirə bilirsən. Və təsəvvür elə ki, sən hər özündən qopduğun an üçün yaşamında bədəllər ödədiyin kimi, özündə olduğun anlarda necə möcüzələr var. Həmişə hər şey sənə xidmət eləyir. Fəqət ego da bəzən egona xidmət eləyir və sən bundan... Məsələn, bəzən mən görürəm, hansı ki, bəzi insanlar artıq onlar yavaş-yavaş indi özə gəlirlər, özlərinə gəlirlər və indi biraz daha sözləri çevirməyə başlayıblar ki, artıq daha dəyərli şeylər var, bla bla. Bəli, həyatda daha dəyərli şeylər var. Necə həyatda ən dəyərli şey materiya ola bilər? Materiya ancaq bir qrup insan üçün ən dəyərli şeydir. O qrupun adı isə kasıblardır. Kasıblar o mənada yox ki, pulu olmayan adamlar. Biz buna deyə bilərik, elə fəqir, yəni yoxsul adamlar. Hansı ki, onlar yaşamdan yoxsuldular. Onlar mənəvi tətmin yaşamırlar. Onlar sevirmirlər, onlar sevmirlər, onların zövqləri yoxdur, onların bir faydaları yoxdur. Yoxsul insanlardılar. Və bu yoxsulun nə qədər pulu olsa, onun üçün o qədər inancı olacaq ki, biraz daha çox olsa, biraz da nəsə işə yarayacaq. Amma biz həqiqi tətminlərə çatandan sonra görürük ki, pul əslində vasitədir. Sən əgər pulu vasitə olaraq istifadə edə bilmirsənsə, o da sən pulun köləsisən. Dəyərmi belə bir həyat yaşamağa? Nəticə etibarilə mən çalışıram ki, aramızda videolar çox uzun olmasın. Özlə bağlı hələ çox şey danışacağıq biz sizlə. Və hər birinizə tövsiyə eləyirəm öz aramızda qalmağı. Elə biz burada həmişə özümüz, öz aramızda olaraq, mən bu sözü artıq 5 ildən çoxdur daimi istifadə edirəm. Öz aramızda mutlu-mutlu takılmağa davam eləyək. Düşünürəm ki, biz həmişə belə davam eləyə biləcəyik. Mən həmişə sevməyə davam eləyəcəm və düşünürəm ki, biz həmişə bu yolda gedə biləcəyik. Özünüzə çox yaxşı baxın. Bu nahar fasiləsində də mənimlə birlikdə olduğunuz üçün hamınıza təşəkkür edirəm. İndi isə mən qalxıb bitirib qaçıram başqa bir görüşə və ümid edirəm ki, sizin üçün bu video çox faydalı olacaq. Özünüzə çox yaxşı baxın. Çünki siz özünüzə yaxşı baxsaz, öz nə eləmək lazımdır yaxşı bilir. Hələlik.